3-cü veriliş. Verilişi Vaqif Əlixanov aparır. Bəlkə də rəngləri o bizim hamımızdan daha tez görərdi. Yay dağlara, biçənəklərə necə qonur, payız meşələrə necə qonaq gəlir, yaz çağı, bahar vədəsi, təbiət bir gündə, bircə anda necə bəzənir, düzənir, necə geyinir, keçinir. Baharda Səttar Bəhlulzadə tablolarını görəndə elə bilərdik ki, ilin bu çağı təbiətə rənglər Bəhlulzadənin dünyasından sovrulub. İlin ağında Bəhlulzadənin lövhələrinə baxsaydın, elə bilərdin qışın ayazı, boranı, təbiətdən bütün rəngləri, boyanaqları qovub bir sərgiyə sığışdırıb. Bahar Səttar Bəhlulzadənin fəsli idi. Baharsa yaranışın, təbiətin ən süslü çağı, poetik coşqunluğun qübbəsi. Bu coşqunluq, bu poetiklik Bəhlulzadə sənətinin ipliyidir. Bəhlulzadənin hər tablosu isə bu iplikdən toxunmuş bir xalı. İlhamının gücünə, rəng kəsərinə görə nəinki respublikamızda, eləcə də ondan uzaqlarda belə Bəhlulzadə sənəti heç kəsə bənzəməz. Neçə il bundan qabaq Moskva sənətşünaslarından biri belə demişdi. Dünyanın harasında olur olsun, Bəhlulzadə əsərləri hər hansı sərgidə yuxarı başa keçməyə layiq sənətkardır. Əsərləri məşhur dünya muzeylərinin yaraşığı ola biləcək bu sənətkarın bizim Səslər muzeyində isə aman zaman bir lent yazısı var. Özü də çox qısa. Bəhlulzadə burada özü haqda danışır. Mən hələ Moskva Ali Rəssamlıq Məktəbində oxuyarkən Azərbaycanın 20 illiyinə həsr olunmuş bədii sərgidə birinci olaraq öz əsərimlə çıxış etmişəm. Bu əsər hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Əsər Babəkin qəhrəmanlığına ithaf olunmuşdur. Yəni Babəkin Baz qalasının qarşısında vuruşmasıdır. Mən o zamanlar məktəbdə oxuyarkən yoldaşlarım və professorlarım həmişə elə fikirləşərdilər ki, mən bundan sonra böyük tarixi əsərlər işləyəcəyəm. Amma mən onların dediklərini doğrultmadım. Mən əsasən mənzərə janrı sahəsində işləməyə başladım. Əvvəllər Azərbaycan təbiəti ilə yaxşı tanış deyildim. Moskva Adi Rəssamlıq Məktəbini bitirəndən sonra mən Bakıya gəldim. İlk dəfə Qubaya yaradıcılıq ezamiyyətinə getdim. Qubanın gözəl mənzərəsi məni məftun elədi. Bu səfər mənim mənzərə janrında işləməyim üçün böyük əhəmiyyəti oldu. Ağaclar var yarpaqsız, qışa borana düşər. Ağaclar var gül üstə, yaşılca doluya tuş olar. Bəs budaqları pıtraq meyvəli, barlı bəhərli bu ağaca üstünün barı ilə, bəhəri ilə qıysalar necə? Bəs gündüzün gün orta çağı kim idi həmin baltaçı? Necə qıydı bu ağaca üstünün barı ilə, bəhəri ilə? Yerindəmi, ya yersizmi? Onu da deyək ki, Əli Kərimin ömrü də, yaradıcılığı da nədənsə adama həmən bax o barlı bəhərli ağacı xatırladır. O, dünyadan köçəndə hamıdan cavan idi, istedadlı idi. Dünyadan barlı bəhərli köçdü. Fərq bircə orasındadır ki, həmin o baltalanmış barlı bəhərli ağac torpaqdan bir kərəmli yaralanar. Aralı olunca isə yarpaq, tel, meyvəsi üstündəcə quruyar, yox olar gedər. Əli Kərimin barlı bəhərli ömrü, sənət ağacı isə nə qurumaz, nə mücükməz, günü gündən yaşıllanar, torpaqdan yapışar, sındım, soldum deməz. Bəhlulzadə boya sənətində necə idisə, Əli Kərim də poeziyamızda eləcə. Əli Kərimin poeziyası ədəbiyyatımızda bütöv bir nəslin, bir məktəbin başlanğıcıdır, örnəyidir. Ədəbiyyatın oduna qızınan hər bir adama indi bəlli olub ki, bəs o Əli Kərim adında son dərəcə böyük bir şairin müasiri imiş demə. Yəqin ki, bilirsiniz. Əli Kərim azman bir şair olmaqdan savayı eyni zamanda nəsrimiz üçün hadisə sayılmağa layiq əsərlərin də müəllifidir. Onun Pillilər romanı,
Sonra da Mavi Nəğmənin Sahilində adlı povesti bizim nəslə təzə bir düşüncə axını ilə gəldi. Redaksiyamız Əli Kərimin Mavi Nəğmənin Sahilində povestindən səhifələri vaxtı ilə dinləyicilərə təqdim edəndə, verilişin əvvəlində müəllifin öz çıxışında verilmiş. Bu çıxışında yazıcı povest haqqında danışır və xoşbəxtlikdən həmin lent yazısı qalıb. İndi həmin lentə qulaq asaq. Bu povestin yazılması mənim üçün çox gözlənilməzdir. Eyni zamanda povest illərlə, hətta yazı pozaya başlamamışdan əvvəl də mənim ürəyimdə, xəyalımda olub. Bunu əlimə qələm alanda bir daha hiss etdim. Hiss etdim ki, heç bir əsərin yazılmağa başladığı dəqiq tarix ola bilməz. Müharibənin başlanması çox aydın olmasa da yadımdadır. Gedişini isə yaxşı xatırlayıram. Povestdə ağır, məhrumiyyətli illərdən söhbət gedir. Əsərin qəhrəmanı başqalarından o qədər də seçilməyən, sadə, səmimi, ürək sözünü birbaşa deyən 10-cu sinif şagirdi Aydındır. Yaşının az olmasına baxmayaraq, o qəlbən cəbhədə vuruşanlarla bir sıradadır. Öz qohumu olan hərbi komissarı tez-tez dilə tutub, cəbhəyə getmək istəyir. Nəhayət gedir, özü də qəhrəmancasına həlak olur. Ona könül vermiş Səfa fikirləşir ki, belə sadə, sakit adam da qəhrəman ola bilərmiş. Səfanın qardaşı Emil isə tamamilə başqa xarakterə malikdir. O, hər işdə birincidir. Yaxşı hörməti, şöhrəti var. Spartakiyadalara, olimpiyadalara birinci gedir. Lakin əsl imtahan günləri çatanda, vətənimizin başı üstünü təhlükə alanda, özünü itirir, sarsılır. Nəyin bahasına olursa olsun, arxada qalmağa çalışır. Povestdə Əmican, Əsəd, Aydının atası kimi başqa surətlər də var. Onların müharibə başlanana qədər heç kimə məlum olmayan incə, sirli hisslərini açmağa çalışmışam. Müharibə qara xəbərlər, aclıq, məhrumiyyət bizim üçün əsli sınaq oldu. Müharibə əsl insanların, qəlbi vətənə bağlı olanların iradəsini sarsıda bilmədi. Müharibə məğlub oldu, insanlıq qalib gəldi. Ədəbiyyatımızın, dramaturgiyamızın, xüsusilə komik səhnəmizin yüksəlişi yolunda can qoyanlardan biri məşhur ədibimiz Sabit Rəhman olubdur ki, haqqında danışmaq, onu sizlərə tanıtmaq şəksiz şübhəsiz artıq bir cəhd olardı. Heç nə yox, təkcə onu demək bəs elər ki, Qurbanəli bəy, Mirzə Səməndər, Ocaqqulu və başqa bu xasiyyətli qəhrəmanlardan biri Kərəmovdur ki, onu tanıtdıran, onların cərgəsinə qoşan Ölməz Toy komediyasının müəllifi Sabit Rəhmandır. Ölümündən bir neçə gün qabaq ədibin radionun incəsənət redaksiyasına yolu düşmüşdü və o, rəssam Əzim Əzimzadə haqqında öz xatirələrini söylədi. Lentə yazdıq. Mən Əzimzadəni təxminən 26-27-ci illərdə ilk dəfə Bakıda Kommunist küçəsində görmüşəm. 3 nəfər gəlirdilər. Nəyə isə bərkdən gülürdülər. Onlardan birini görən kimi tanıdım. Bu, Məmməd Səid Ordubadi idi. İkincisi, çox hazır cavab, jurnalist olan və hərdən bir konferensiyalik də eləyən Əsəd Tahir'di. Üçüncüsünü isə o vaxt tanımamışdım. Sonradan bildim ki, Əzim Əzimzadədir. Ordubadi nə isə danışırdı. Əsəd Tahir və Əzim gülürdülər. Əzim, necə deyərlər, lap qaynam qaynayırdı. Üçünün də başı dibdən ürgüclə qırxılıydı. Bu qəribə bir mənzərə təşkil edirdi. 3 qırxıq baş nəyə isə bərkdən gülə-gülə gedirdi. Sonralar müharibə dövrü Əzim, mənim və Ədil İskəndərovun qırxıq başla karikaturamızı çəkmiş və altından yazmışdı yay sezonu. Bundan sonra mən Əzimzadəni yenə bir neçə dəfə gördüm. Ancaq ilk dəfə İncəsənət İşləri İdarəsində işlədiyim vaxt yaxından tanış oldum. Madam ki, söhbətimiz komediya, gülüş ustalarından düşüb, onu deyim ki, şəxsən mənim dünyada ən çox xoşladığım komik varsa, o da köhnə aktyorlardan biri Buster Keaton'dur. Buster Keaton'u yalnız və yalnız nimdar, səssiz filmlərin birində ya ikisində görmüşəm vəssalam. Niyə Buster Keaton xoşuma gəlmişdi? Heç bir filmində Buster Keaton'un üzü gülmür, dodağı da qaçmır, sifəti həmişə qayğılı, hətta kədərlidir.
qəribədir. Keton məzəni gülüşü əks qütblərin birləşməsindən yaradırdı. Kədərin və gülüşün. Sonradan fikir verdim. Gördüm istər səhnənin, istərsə də kinonun ən böyük, ən ciddi gülüş ustalarında bu keyfiyyət qabarıqdır. Niyə Buster Keatondan söz saldım? Çünki sonradan bu cəhəti bizim ən məşhur aktyorlarımızdan birini səhnəmizdən vaxtsız getmiş Bəşir Səfəroğlunun oyununda gördüm. Çox vaxtı təbəssüm belə görməyən sifət, hərəkətlərdəki həmin o Keaton xəsisliyi, saymaz yanalıq, əslində isə dəqiqlik, böyük aktyor duyğusu. Müxbirimiz o vaxt Bəşir Səfəroğluya Respublikanın xalq artisti fəxri adı veriləndə aktyorun xəstə çağı onun yanına getmişdi. O vaxtı dar ayaqda texniki sarıdan alababat yazılan həmin o bir neçə metrlik lentdən savayı təəssüf ki, Bəşir Səfəroğlunun danışığı fondumuzda, saxlancımızda qalmayıb. Həmin o qısaca söhbəti sizə təqdim edirik. Bu yaxınlarda sizə Respublikanın xalq artisti fəxri adı verilib. Radio ilə sizə ürək sözlərimizi yetirmişik. Fürsətdən istifadə edib sizi bir daha təbrik edirik. Çox sağ olun. Bu fürsətdən mən də istifadə edə bilərəmmi? Buyurun. Mənə təbrik göndərən bütün yoldaşlara, bütün tamaşaçılara radio vasitəsilə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun əziz dostlar. Necə deyərlər, borcunun sağlığını istər. Elədir. Xahiş edirəm bir neçə suala cavab verəsiniz. Buyurun, mən hazır. Ən çox sevdiyiniz dramaturq? Cəfər Cabarlı. Bəstəkar? Üzeyir Hacıbəyov. Komik aktyor? Mirzağa Əliyev. Ən çox nəyi xoşlayırsınız? Futbolu. Bu ilki mövsümün açılışında topu meydançıya mən daxil eləmişəm. Qaldı Neftçiyə, əminəm ki, Neftçi öz vəziyyətini düzəldəcəyim, ona söz ola bilməz. Səbrəli, Bəli. harda yaxşı ləzzət çəkirsən? Futbolda, Harda dünya qayğısını yadından çıxarırsan? futbolda. Yaxşı, Səbrəli qal. Səbrəli, işdən yorğun gəlib, harda dincəlirsən? Hamamda. Futbolda. Ay səni Səbrəli. Səbrəli, bəs belə olan surətdə kim deyə bilər ki, futbol pişkəydir? Heç kəs. Elə isə Rəfiqə xanımın başı sal görək, 11 metrlik cərimə zərbəsi nə demək? Baş üstə yoldaş Palada. Vəzilə bacıqlağın məndə olsun. Sən də 11 metrelik cərimə topu o vaxt təyin olunur ki, rəqib komandanın hücumçuları keçirlər hücuma. Hücuma, gəlirlər, daxil olurlar bizim cərimə meydançasına. İraq olsun. Çıxırlar, qapçı ilə tək-betək. Əgər bizim müdafiəçilər olanı bilə-bilə badalaq verib yıxsa, ya topu bilə-bilə əli ilə saxlasa, 11 metrlik cərimə topu təyin olunur. Vururlar, ya qol olur, ya olmur. Başa düşdü? Yox, Səbrəli, belə başa sala bilməyəcək. Gərək Rəfiqəni əyyanı surətdə başa salaq. Rəfiqə, buna yedir. Bax, Səbrəli olsun, qapçı. Mən qapçı. Qapçı niyə kişi? Deyiləm var atar. Deyəsən Rəfiqə, yavaş-yavaş inkişaf eləyirsən, ha? Minlərlə tamaşaçının yaddaşında qalan gülüş ustalarımızdan biri, Respublikanın xalq artisti Məmməd Əli Vəlixanlı. Muzeyimizdə Vəlixanlının iştirakı ilə bir sıra tamaşalardan parçalar saxlanır. Onlardan birinə qulaq asaq. Yəni məni arvadlar vurub saldılar həyətə. İndi bu çox pis oldu. Əgər desəm ki, Hürzad gəl qapını aç, onda Pərzad kesmiş deyəcək ki, niyə məni çağırmadın? Yox, desəm ki, Pərzad gəl qapını sən aç, Hürzad ölmüş deyəcək, niyə məni çağırmadın? Yaxşısı budur ki, heç ad çəkmir. Doğrusu gözümün odunu yaman alırlar. Ay mənim nazlı arvadlarım, ay mənim gözəl arvadlarım, qapını açın, gəlin bura. Yox, dilim dolaşdı. Qapını açın, mən gəlim ora. Açmırsınız ki.
Onda mən dəli oluram. Ax, mən dəli olandan sonra sizin əriniz kim olacaq? Ona deyəsən dəli oldum. Ben deliyim. İşte bugün 2 gün indi. Qardaş, mənim arvadlarım ne düzdülər? Fəndinizi duymuşam. İstəyirsiniz ki, sizin için bir balaca zimzime eləyim, sonra açasınız. Belə o da mənim, bax, bu gözlərim istəyir. Nazlı dilbər aşqa pone, qurban sənə bocan. Yalvarıram aşqa pone, ələman, əman, əman. Bundan sonra da bir də mən qırmızı mərcan almaram, valla billah almaram. Mehribani heç almaram, valla billah almaram. Azərbaycan səhnəsinin xarakterik aktyorlarından biri Respublikanın xalq artisti Əli Qurbanov idi. Muzeyimizdə onun iştirak etdiyi tamaşalardan parçalar var. İndi Respublikanın xalq artistləri Əli Qurbanovla Mustafa Mərdanovun ifasında Cəfər Cabbarlı incilərindən biri 1905-ci ildə peysindən məşhur səhnəni dinləyin. Hey dəli Müslüman, qabağa soxulma. Mən sizə bax qeylə vuraram, motal kimi partlarsan. Uzun danışma qurumsa, o əlinin Qəzəboğlu Əbülfəz Abbas haqqı. Torpağını torba ilə daşıyacaqam. Kişi sən, başını çıxart, mühürlüyüm əlini. Ha gədə İşxan, bəli, apar bu köpoğlu Müslümanı salın daldan dövrüyə. Baş üstə, qaçma. Əlinin Qəzəboğlu Əbülfəz Abbas haqqı. Laf bir rokta gəlsəniz ha, əyak geri basan deyiləm. Cücə kimi dəllərəm üstü köpək şahı. Mənə Qarabağlı qədəsi deyərlər. Kişi sən, tək dəl, qaraldım gözümün altını. Gəlməyən kişi deyil. Gəl da, gəl ha, gəl. Ya qaçda, aldına bilməzsən. Otmuşam özüm üçün rahat mastavoy. Əlimdə 5 atılan, belimdə patrondaş. İstəyir külləhüm ərəsə yığılıb gələ ha. Yerimdən tərpənən deyiləm. Ha gədə, belə ki görürəm, deyəsən sən də mənim kimi ağıldan kasıbsan. Qarabağda kimlərdənsən? Sən kimi tanıyırsan? Mən Yevlaqdan o üzə bütün Qarabağlıları tanıyıram. Bəri bax, Usta Muxanı tanıyırsan? Zürnaçı Muxanı. Onun zatını da tanıyıram. Oxuyar deyə, Qarabağın bağlarında bar gərək olsun. Bar gərək olsun. Bu dağına heyvan gərək, nar gərək olsun. Nar gərək. Ərmə, hansı kənddənsən? Mən? Tuğdanam, Ha kişi, mən də oradanam ki. Bura bax. Hayır məni. Ne var adəli Müslüman? Allah verdini tanıyırsan. Hansı Allah verdi ne? Qəhrəmanoğlu. Allah verdi Qəhrəmanoğlu mən özümə. Allah verdi. İmam verdi. Bu sənə gic Müslüman. Bu ne de başımı dolaştırırsan səhərdən ürək göbəyimi yemişəm. Ha sən gəlirsən. Uşaqlar necədir? Gülsün bacına. Hamısı duaçıdır. Nəbat başı dedi. Çox duaçıdırlar. Çox duaçıdırlar. Muzeyimizin səhnə ustaları bölməsindən qayıdaq yenə ədəbiyyat bölməsinə. Poeziyamızda öz sözü, öz nəfəsi olan şairlərimizdən biri Ənvər Əlibəyli idi. Neçə il bundan qabaq Ənvər Əlibəylinin öz dilindən çıxan şeirlərdən bir neçəsi. Ürək adlı bu şeiri ürəkləri bəstə olan bütün həmdərlərimə ithaf edirəm. Ağlayıb için bu şeiri sənin için yazıram. Mənim yazıq ürəyim, mənim kiçik ürəyim, dərdi böyük ürəyim. 30 oktyabr 1960-cı il. Ürək haqqında başqa bir şeir. Ürəyimdə ağrı var, göz ağrısından yaman, diş ağrısından betər. Bəs
görəsən nə zaman bu ağrılar, əzablar qurtarar, sona yetər. 7 iyul 1962-ci il. Xəzan, bağ və özüm haqqında. Vaxt keçəcək, bahar gələcək, ağaçların yenə açacaq çiçək, geri dönəcək gedən quşların, nəğməsini dinləyəcəksən qaran quşların. Darılmayın, darılmayın, ey mənim saralıb, yenə də yaşıllaşan ağaclarım, qoy mən darılım, bir daha qaralmayacaq, hər gün biraz ağaran saçlarım. Bir səhər o da oyanardı, günəşi sevinərdi, körpəyə gülümsəyərdi, dənizə, ota, çiçəyə, pəmbə buluda, dağdakı qara, ağacdakı yarpağa söz qoşardı, şeir deyərdi. Bir sabah isə bütün bunlar xatirəyə çevrilib qaldı. Onun özü də yaddaşlara köçdü. Ədəbiyyatımızda öz yeri olan tanıqlı şairlərimizdən İslam Səfərli və onun ən son lent yazılarından biri. Torpağın ətrini sinəmə çəkdim, dodağım gül açdı, ürəyim çiçək. Xəzər sahilində min çınar əkdim, söyüklər nazlandı gülümsəyərək. Dəniz mahnısını oxudu sanki, ətəyi ləpəli qırçınlı Bakı. Rədi ilhamım, qaynadı qanım, sənə nənəm qurban Azərbaycanım. Ağ bir şərit kimi uzanıb keçir, dumanlı, çiskinli, günəşli yollar. Bəzisi həyatdan usanıb gedir, mənimsə yollarda hekayətim var. El özü qoruyar axarlı şeiri, dağlar quzey qarı sərində saxlar. Bağrıma basmışam hər qarış yeri, torpaq öz dərdini dərində saxlar. At söylə, qoy bir də alışım, yanım, sənə nənəm qurban Azərbaycan. Meyvəli bağçalar, bəhərli çöllər, ellərə can verib min şərbət dadır. Axarlı çaylaqlar, durğunlu göllər, gümüş şəlalələr bu torpaqdadır. Hərdən düşüncələr sarır insanı, çay üstü körpülər asma yolumdur. Bağrıma basmışam Azərbaycanı, Araz bir qolumdur, Kür bir qolumdur. Əlvan naxışdırsan, doğma məkanım, sənə nənəm qurban Azərbaycanım. Hörmətli dinləyicilər, verilişimizin axırında sizdən diləyimiz budur ki, özləri aramızda olmayıb, ancaq sənətləri yaşayan incəsənət xadimlərimizin kimdə səsi varsa, qoy incəsənət redaksiyasına məktub yazsın, xəbər eləsin. Belə səslərin muzeyimizdə toplanması həmin sənətkarların adını uca tutmaq, xatirəsini əbədiləşdirmək deməkdir. Əvvəlcədən minnətdarlıq eləyirik. Sağ olun. Səslər Muzeyində görüşümüz sona yetdi. Verilişi Vaqif Əlixanov aparırdı. Əziz dinləyicilər, xatırladım ki, qulaq asdığınız veriliş 1974-cü ildə lentə alınıb.